Elena White, Ağsaqqallar və Peyğəmbərlər, 21-ci fəsil. Yusif və onun qardaşları. Bu fəsil Yaradılış kitabının 41-ci, 42-ci fəsillərinə əsaslanır. Məhsuldar illərin başlanğıcından yaxınlaşan acılığa hazırlıqlar başlandı. Yusifin rəhbərliyi altında Misirin bütün əsas şəhərlərində nəhəng anbarlar yaratdılar. Bol məhsulun qorunması üçün bütün tədbirləri gördülər. Bütün 7 bolluq ili ərzində bu cür hərəkət etməkdə davam etdilər. Ta ki anbarlara o qədər buğda yığdılar ki, hesabı itirdilər. Sonra isə Yusifin xəbərdar etdiyi kimi 7 qıtlıq ili başlandı. Misir torpağında 7 il bolluq qurtardı. Yusifin söylədiyi kimi 7 il aclıq başladı. Bütün ölkələrdə aclıq oldu. Lakin Misir torpağının hər yerində ərzaq var idi. Bütün Misir əhalisi aclıq çəkəndə çörək üçün Firona fəryad etdi. Firon bütün Misirlilərə dedi: Yusifin yanına gedin, onun dediyini edin. Bütün yer üzündə aclıq oldu. Yusif məhsul olan bütün anbarları açıb Misirlilərə taxıl satırdı. Misir torpağında aclıq gücləndi. Bütün ölkələrin adamları taxıl almaq üçün Misirə, Yusifin yanına gəlirdilər. Aclıq Kənan torpağına qədər yayıldı və diyarın Yaqub yaşayan hissəsində xüsusilə kəskin hiss olunurdu. Misir padşahının yığdığı bol ehtiyat haqqında eşilərək Yaqubun 10 oğlu buğda almaq ümidi ilə oraya yola düşdülər. Misirə gələndə onları başqaları ilə bərabər padşah müdirinin yanına göndərdilər. Yusif ölkənin başçısı idi və ölkənin bütün əhalisinə də taxılı özü satırdı. Yusifin qardaşları gəlib onun önündə üzlərini yerə qoyub səcdə etdilər. Yusif qardaşlarını tanıdı, amma onlar Yusifi tanımadılar. Onun İbrani adı padşah tərəfindən başqası ilə əvəz olunmuşdu və Misirin indiki rəisi ilə onların İsmaillilərə satdıqları yeniyetmə arasında heç bir oxşarlıq yox idi. Yusif onun qarşısında alçalaraq baş əyən qardaşlarını görəndə öz yuxularını xatırladı və keçmişin səhnələri onun gözləri önündə canlandı. Xahişçilərə diqqətlə nəzər salaraq o gördü ki, Binyamin onların arasında değildi. O da bu kobud insanların imansız qəddarlıqlarının qurbanı olmamışdır ki, bu həqiqəti öyrənməyi qərara aldı. O onlara sərt dedi: Siz casussunuz, ölkənin zəif yerlərini öyrənmək üçün gəlmisiniz. Onlar isə cavab verdilər: Xeyr, ey ağamız, qulların yalnız ərzaq almaq üçün gəliblər. Biz hamımız bir adamın oğullarıyıq. Biz təmiz adamlarıq. Qulların casus deyil. O çox istəyirdi başa düşsün ki, onlar əvvəlki kimi təkəbbürlüdürlərmi, həm də evləri haqqında bir şey öyrənmək istəyirdi. Lakin o gözəl başa düşürdü ki, onlar ona bütün həqiqəti deməyə də bilərlər. O öz ittihamını təkrar etdi və onlar cavab verdilər: Biz qulların 12 qardaşıq və Kənan torpağında bir adamın oğullarıyıq. Kiçik qardaşımız indi atamızın yanındadır. Bir qardaşımız isə yoxa çıxıb. Rəis özünü elə göstərdi ki, onların sözlərinin həqiqiliyinə hələ də şübhə edir və elan etdi ki, onların cəsus olduğundan şübhələndiyi üçün hamısını Misirdə saxlayır. Onlardan biri isə o gedib kiçik qardaşını bura gətirsin. Əgər onlar bu şərti yerinə getirməsələr, onlarla casus kimi rəftar edəcəklər. Lakin Yaqubun oğulları bununla razılaşa bilmədilər. Belə səyahətə çox vaxt tələb olunacaqdır. Onların ailəsi isə ac qalacaqdır. İkincisi isə öz qardaşlarını zindanda qoyaraq onlardan kim tək yola çıxmağa qərar verər. O atasına nə deyə? Aydın olur ki, yəqin onları öldürəcəklər ya da qul edəcəklər. Əgər Binyamin bura gəlsə, onda onların qismətinə şərik olacaqdır. Onlar qalıb bir yerdə istirab çəkməyi üstün tutdular. Nəinki atanı qalan bircə oğlundan məhrum edərək onu yenidən kədərləndirməyi. Onlar əlbəttə ki, zindana atıldılar və orada 3 gün qaldılar. Yusif qardaşlarından uzaqda, Misirdə yaşadığı vaxt ərzində onlar çox dəyişmişdilər. Əvvəl paxıl, itayətsiz, yalançı, qəddar, qısasçı idilər. İndi bədbəxtliyə rast gələndə isə onlar fədakarlıq, bir-birinə sadiqlik, atalarına sədaqət göstərdilər və artıq özləri böyük kimi olduqları halda onun nüfuzuna tabe oldular.
Misir zindanında keçirilən 3 gün qardaşlar üçün keçmiş günahlarına görə acı sarsılma günləri idi. Əgər Binyamin gətirilməsə, onları cəsusluqda təqsirləndirəcəklər. Onlar isə ümid etmirdilər ki, Binyamini buraxmaq üçün atalarını dilə tuta bilsinlər. 3-cü gün Yusif qardaşları öz yanına gətirdi. O onları daha ləngitmək istəmirdi. Onun atası və evdəkilər yəqin ki, onsuz da aclıqdan istirab çəkirdilər. O dedi, dediyimə əməl edib canınızı qurtarın. Çünki mən Allahdan qorxuram. Əgər siz təmiz adamsınızsa, qoy qardaşlarınızdan biri həbs olduğunuz yerdə qalsın. Siz isə gedib ailələrinizi aclıqdan qurtarmaq üçün taxıl aparın. Sonra kiçik qardaşınızı mənim yanıma gətirin. Beləcə düz dediyinizi biləcəyəm və canınızı qurtaracaqsınız. Qardaşlar bu təklifi qəbul etdilər. Lakin atalarının Binyamini onlarla buraxacağına az ümid edirdilər. Yusif onlarla tərcüməçi vasitəsilə danışırdı və onlar rəisin onları başa düşməsindən heç şübhələnməyərək onun yanında öz aralarında sərbəst danışırdılar. Onlar özlərini Yusiflə qəddar rəftar etməkdə ittiham edirdilər. Doğrudan da biz qardaşımızın qarşısında təqsirkarıq. O bizə yalvardığı vaxt çəkdiyi əziyyəti gördük. Ancaq ona qulaq asmadıq. Buna görə də başımıza bu bəla gəldi. Onu dotanda azad etmək istəyən Ruven onlara belə cavab verdi. Mən demədimmi uşağa pislik etməyin? Lakin siz mənə qulaq asmadınız. İndi isə onun qanına görə cəza çəkirik. Yusif bu danışıqları eşidərək göz yaşını saxlaya bilmirdi. Sonra o Şimeonu bağlayıb zindana aparmağı əmr etdi. Yusifə qarşı qəddar rəftarın əsas səbəbkarı olduğu üçün Şimeon seçildi. Yusif göstəriş verdi ki, qardaşları buğday ilə təmin etsinlər və hər birinin pulunu gizlicə qaytarsınlar. Yusifin əmri ilə onlara həm də heyvanları üçün yem verdilər. Yolda onlardan biri çuvalını açdı və içərisində gümüş dolu bağlamasını tapıb təəccübləndi. O bu haqda qardaşlarına danışanda onlar hamısı həyəcanlandılar və təəccüblə bir-birlərinə dedilər: Allah bizim başımıza nə iş gətirdi? Bu Allah mərhəmətinin əlaməti idi. Yoxsa Rəbb beləliklə onları daha böyük bədbəxtliyə düçar etmək istəyir ki, günahları üçün cəzalandırsın? Onlar bildilər ki, Allah onların bütün günahlarını görmüşdü və indi onlar üçün cəzalandırır. Yaqub öz oğullarının qayıtmasını narahatçılıqla gözləyirdi və onlar gələndə bütün düşərgə onların ətrafına yığışıb, hərisliklə onların hekayələrini dinləyirdilər. Hər bir qəlbi həyəcan bürüyürdü. Misir rəisinin hərəkətləri arxasında sanki nəsə bəd niyyət gizlənirdi və qardaşlar öz çuvallarına atılmış pulları tapanda onların ehtiyatlanması özünü doğrultdu. Qocalmış ata ümidsizliklə nida etdi: Siz məni övladsız qoydunuz. Yusif yox, Şimeon yox, Binyamin də aparacaqsınız. Bütün bunları mənim başıma gətirmək istəyirsiniz. Ruven öz atasına cavab verdi: Əgər onu sənin yanına gətirməsəm, 2 oğlumu öldürərsən. Onu mənim ixtiyarıma ver, mən də onu qaytarıb yanına gətirəcəyəm. Lakin bu mühakiməsiz sözlər Yaqubu sakitləşdirmədi. Çünki onun qardaşı ölmüşdü və o tək qalmışdı. Onun cavabı bu oldu: Oğlum sizinlə getməyəcək. Çünki onun qardaşı ölüb və tək qalıb. Əgər getdiyimiz yolda onun başına bir iş gəlsə, mənim ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz. Lakin qıtlıq güclənirdi və Misirdən gətirən buğdaq ehtiyatı getdikcə tükənirdi. Yaqubun oğulları bilirdilər ki, Binyaminsiz getmək olmaz. Onlar az ümid edirlər ki, ataları öz qərarını dəyişəcəkdir və sakitcə düyünün açılmasını gözləyirdilər. Yaxınlaşan aclığın kölgələri getdikcə daha da qatılaşırdı. Öz yaxınlarının üzərindən qoca onların ehtiyaclarını oxudu və nəhayət dedi: Yenə gedib bizə biraz ərzaq alın. Yahuda cavab verdi: O adam bizə ciddi xəbərdarlıq edib dedi ki, əgər qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin. Əgər sən qardaşımızı bizimlə göndərsən, gedib ərzaq alarıq. Ancaq onu göndərməsən, getməyəcəyik. Çünki o adam bizə dedi ki, qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin. Atasını tərəddüd etdiyini görüb o davam etdi:
Uşağı mənimlə göndər ki, qalxıb gedək. Sən də, biz də, uşaqlarımız da ölməyib sağ qalarıq. O qardaşı üçün bütün məsuliyyəti öz üzərinə götürməyi və Binyamini qaytara bilməsə, təqsiri öz üzərinə qəbul etməyi təklif etdi. Yaqub daha inad elə bilmədi və oğullarına yola hazırlaşmağı əmr etdi. O həm də həmin ölkənin rəisinə quraqlıq şəraitində əldə edilən töhfələri aparmağı əmr etdi. Bir qədər balzam, bal, ədviyyat ətriyat, üstə və badam götürün, həm də 2 qat miqdarda pul. Qardaşlarınızı götürüb gedin və o adamın yanına qayıdın. Yaqubun oğulları bu təhlükəli səyahətə çıxmağa hazır olanda qoca ata qalxdı, əllərini göyə qaldırıb dua etdi. Güllü ixtiyar Allah, o adam da sizə qarşı mərhəmət oyandırsın. O da digər qardaşınızı və Binyamini sizə təhvil versin. Mən uşaqlarımdan məhrum olacağamsa, qoy ölüm. Qardaşlar yenidən Misirə getdilər və Yusifin hüzurunda durdular. Binyamini öz anasının oğlunu görəndə onu dərin həyəcan bürüdü. Öz hisslərini gizlədərək onları öz evinə nahara dəvət etməyi əmr etdi. Qardaşlar rəisin sarayına gələndə çox qorxurdular ki, hurcunlarından tapılan pullar üçün onları sorğuya çəkərlər. Onlar güman edirdilər ki, pullar ona görə atılıbdır ki, onları qula çevirmək üçün bəhanə olsun. Onlar ümidsizliklə Yusifin ev nəzarətçisi ilə məsləhətləşdilər. Ona Misirə gəlmələri ilə əlaqədar olan öz vəziyyətləri haqqında xəbər verdilər və öz günahsızlıqlarının sübutu olaraq dedilər ki, çuvallarında tapılan pulu geri gətirmişlər. Həm də buğda almaq üçün də özləri ilə pul gətirmişlər. Bununla bərabər əlavə etdilər. O pulu isə çuvallarımıza kimin qoyduğunu bilmirik. Həmin adam onlara cavab verdi. Narahat olmayın, qorxmayın. Özünüzün və atanızın Allahı sizə çuvallarınızda xəzinə verdi. Pulunuz mənə gəlib çatdı. Onların narahatlığı aradan qalxdı və zindandan azadlığa buraxılan Şimyon da onlara qoşulanda onlar Allahın mərhəmətinin həqiqətən də onların üzərində olduğunu hiss etdilər. Başçı ilə yenidən görüşən zaman onlar öz hədiyyələrini təqdim etdilər və onun önündə yerə qədər əyilib səcdə etdilər. O yenə də öz yuxularını xatırladı və salamlardan sonra tezcə soruşdu. O dediyiniz qoca atanız salamatdırmı? Hələ də yaşayırmı? Sənin qulun atamız salamatdır, hələ də yaşayır. Cavab verərək onlar yenidən ona baş əydilər. Onun nəzəri Binyaminin üzərində dayananda o soruşdu. Mənə söylədiyiniz kiçik qardaşınız budurmu? Ey oğlum, Allah sənə lütf etsin. İncə duyğularına üstün gələ bilməyərək o daha heç nə deyə bilmədi. Otağa girib orada ağladı. Yusif özünü ələ alaraq qayıtdı. Kastalar qanuna görə Misirlilərə, yadelilərə bir yerdə yemək yeməyə icazə verilmirdi. Buna görə də Yaqubun oğullarının ayrı stolun arxasında oturmuşdular. Yusif öz yüksək mövqeyinə uyğun olaraq ayrıca yeyirdi. Qalan Misirlilərin də ayrıca stolları var idi. Hamı oturanda qardaşlar onlara yeməyin yaşda böyüklüyə əsasən verildiyini görüb çaşdılar. Yusif önündəki yeməklərdən onlara pay ayırdı. Lakin Binyaminin payı onların hər birinin payından 5 qat artıq idi. Binyaminə xüsusi üstünlük verməklə Yusif bilmək istəyirdi ki, onlar kiçik qardaşa da bir vaxtlar ona göstərdikləri paxıllıq və nifrətlə yanaşırlarmı? Yusifin onların dilini başa düşdüyünü hələ də bilməyərək, qardaşlar öz aralarında sərbəst danışırdılar. Beləliklə onun onların əsl hissləri haqqında bilmək imkanı var idi. O onları yenə də sınamaq istəyirdi və onları yola salmazdan əvvəl öz gümüş badəsini kiçik qardaşın çuvalına qoymağı əmr etdi. Qardaşlar sevinclə geriyə yola düşdülər. Şimyon və Binyamin onlarla idi. Heyvanlar buğda ilə yüklənmişdilər və hamı hiss edirdi ki, sanki onları əhatə edən təhlükələrdən müvəffəqiyyətlə yaxa qurtarmışlar. Lakin onlar şəhərin kənarına çatan kimi Yusifin ev nəzarətçisi onları haqladı və sərt soruşdu. Nə üçün yaxşılığa pisliklə cavab verdiniz? Bu kasa ağamın içdiyi və onunla baxçılıq etdiyi kasa deyilmi? Siz çox pis iş tutdunuz. Güman edilir ki, bu kasa istənilən zəhəri üzə çıxarmaq xüsusiyyətinə malikdir. O vaxtlar bu cür qablar ölümcül
zəhərlənmələrdən yaxa qurtarmaq vasitəsi kimi yüksək qiymətləndirilibdilər. Səyahətçilər ev nəzarətçisinin ittihamına etiraz etdilər. Nə üçün ağam belə sözlər söyləyir? Bu iş qullarından uzaq olsun. Biz çuvalımızın içində tapdığımız pulu Kənan torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl, yaxud gümüş oğurlaya bilərik? Yox, bu şey qullarından kimsə tapılsa, o adam öldürülsün və biz də ağamıza qul olaq. Yaxşı, qoy siz deyən kimi olsun. Bu kimin yanında tapılsa, o mənə qul olsun. Qalanlarınız isə təqsirkar olmayacaqsınız. O saat da axtarışı başladı. Onların hər biri tələsi çuvalını yerinə endirdi və çuvalının ağzını açdı. Ev nəzarətçisi Ruvenin çuvalından başlayaraq ən kiçik çuvalına qədər hər birini axtardı. Piyalə Binyaminin çuvalında tapıldı. Qardaşlar ümidsizlik içərisində öz paltarlarını cırdılar və məyus halda şəhərə qayıtdılar. Onlar öz vədlərinə əsasən Binyamin qul olmağa məhkum idi. Onlar nəzarətçinin arxasınca saraya getdilər və rəisi orada görüb onun qarşısında üzü üstə yerə döşəndilər. Bu nə işdir? Görmüsünüz? O dedi. Güman etmədiniz ki, mənim kimi bir adam bağçılıq edə bilər? Yusif bu sözlərlə onlara günahlarını etiraf etdirmək istəyirdi. O heç vaxt ilahi qüvvəyə malik olma iddiasında değildi. Lakin istəyirdi ki, onlar inansınlar ki, güya o onların həyatlarının gizli sirlərini oxuya bilir. Yahuda cavab verdi. Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə çıxara bilərik? Allah öz qullarında təqsir gördü. İndi biz də yanında kasa tapılan adam da ağamızın quluyuq. Yox, mən belə etməyəcəyəm, cavab verildi. Yalnız yanında kasa tapılan adam mənə qul olacaq. Siz isə sağ-salamat atanızın yanına gedin. Yahuda dərin ümidsizliklə rəisə yaxınlaşdı və nida etdi. Ey ağam, xahiş edirəm ki, qulunun dediyi sözlərə qulaq as və quluna qarşı qəzəbin alovlanmasın. Çünki sən Firon kimi bir adamsan. Riqqətli sözlərlə o Yusifi itirən atasının dərdini və onun Binyamini Misirə buraxmaq istəməməsini təsvir etdi. Çünki o Yaqubun çox sevdiyi Rəhilədən qalan yeganə oğlu idi. İndi sənin qulun atam yanına qayıtdığım zaman uşaq bizimlə olmasa və ürəyi bütün sevgisi ilə uşağa bağlanan atamız onu görməsə, ölə bilər. Onda biz qulun atamızın ağ saslı başını kədər içində ölülər diyarına endirərik. Mən qulun atama uşaq üçün zamin durub dedim. Əgər onu sənin yanına gətirməsəm, atamın önündə ömrüm boyu təqsirkar olacağam. İndi xahiş edirəm, qoy uşağın əvəzinə mən ağama qul olmaq üçün qalım. Uşaq isə qardaşlarımla birgə getsin. Çünki o mənimlə olmasa, necə atamın yanına gedə bilərəm? Onda mən atamın başına fəlakət gəldiyini görərəm. Yusif razı qaldı. O öz qardaşlarında əsl peşmançılığın bəhrəsini gördü. Yahudanın əlcanat təklifini dinləyərək o əmr etdi ki, onlardan başqa hamı çıxsın və onda özünü saxlaya bilmərək hönkürtü ilə qışqırdı. Mən Yusifəm. Atam hələ sağdırmı? Qardaşlar qorxu və heyrətdən yerlərində donub qalmışdılar. Misirin başçısı, bir vaxtlar onların paxıllıq etdikləri, öldürmək istədikləri, nəhayət qul kimi satdıqları qardaşları Yusif idi. Ona göstərdikləri pis münasibət gözlərinin önünə gəldi. Onun yuxularını necə nifrətlə qarşıladıqlarını və bu yuxuların gerçəklənməsinin qarşısını almağa çalışdıqlarını xatırladılar. Bununla belə onlar bu yuxuların gerçək olmasında öz üzlərinə düşən işi görmüşdülər. İndi isə tamamilə onun hakimiyyəti altında idilər və heç şübhəsiz Yusif çəkdiyi əziyyətlərin qisasını alacaqdı. Onların heyrətini görüb o mehribanlıqla dedi: "Mənə yaxın gəlin." Onlar yaxınlaşanda isə davam etdi: "Misirə satdığınız qardaşınız Yusif mənəm. İndi məni buraya satdığınız üçün kədərlənməyin və təəssüflənməyin. Çünki Allah həyatınızı qorumaq üçün məni sizdən qabaq buraya göndərdi." Qardaşlarının onunla amansız davrandıqları üçün artıq kifayət qədər əziyyət çəkdiklərini hiss edən Yusif onların qorxusunu aradan qaldırmaq və özlərini günahlandırmaq acısını azaltmaq istəyirdi.